Hər vaxtınız xeyir olsun, Azərbaycan, hər vaxtınız xeyir olsun, Best FM radiosunun tamaşaçıları və izləyiciləri. Bəli, bugün çərşənbə günü 6 may tariximizin imzası verilişi canlı olaraq yayınlanır. Bugün də qonaqlarımız şəhid anaları, əskər şəhid analarını dəvət etmişik. Sumqayıt şəhərindən şəhid Mahir Xələflinin anası Şəlalə Xələfova. Xoş gəlmisiniz Şəlalə anam. Və Xaçmazdan ta Xırdalana qədər yol qət edib oğlunun verilişinə təşrif alan, yəni oğlunun tanıtım verilişinə təşrif alan Xaçmazın Çarıqlı kəndindən yaşayan şəhid Sadiq Baxışovun anası Xuraman Baxışova. Xoş gəlmisiniz Xuraman xanım. Hər birinizi salamlayırıq. Hər birinizin əllərinizdən öpürük. Siz hər biriniz vətən üçün, xalqımız üçün dəyərli övladları böyüdən analarımızsınız. Və sizin övladlarınız adlarını tarixə qızıl hərflərlə yazdırdı və bu hərb tariximizdə silinməyən bir izdir. Sadiq Baxışov əskər olub və 9 ayın əskəri olubdur. İstəyərdik ki, Sadiq haqqında xatirələrinizi bizim tamaşaçılarımızla bölüşəsiniz. Buyurun Xuraman xanım, söz sizdədir. Mən şəhid oğlum Sadiqin, hələ bil ki 3 ay Goranbay rayonunda xidmət elədi. Ondan sonra müharibə başlayanda Tərtərə yönləndirildi. Hələ bil Cəbrayıl, Füzuli rayonlarında gedən döyüşlər zamanı orada iştirak elədi. Axır döyüşləri Tərtərin Ağdərə rayonunda oldu. 17-si şəhidliyi oldu. 28-i Çarxı kəndində dəfn olundu. Neytral zonada qalmışdı da yəqin ki. Neytral zonada qalmamışdı. Elə bil 16-sı döyüşlərdə iştirak eləyib, yaralanıb. Elə bil onu qospitala aparanda onların təzədən maşınları vurmuşdular. Elə bil maşınlar vurulduğuna görə onlar biraz nəsə belə tanınma sala düşdüklərinə görə bizdə DNK olundu. Hələ bil 10 gün. 10 gün məsafə çəkdi. Hə, çəkdi. Başa düşdüm. 28-i elə bil dəfn mərasimi oldu. Mən uşağım haqqında çox gözəl şeylər deyə bilərəm. Hər ana öz evladı barədə çox gözəl şeylər deyir, amma mənim də öz oğlumun gözəl nümunələri var idi. Atıya, anaya qarşı, qol-məğribəyə qarşı çox səmimi uşaq idi, mehriban uşaq idi, ailəcanlı uşaq idi. Elə bil bitqə vaxtından mənlə çiyin-çiyinə işləyib. Yəni uşaqlıq illərindən. Uşaqlıq illərindən işləməyə başladı elə. Əskəriyə də gedəndə elə bil ki o özü istədi, o getməyə özü istədi. Elə bil o getmişdi, imtahan vermişdi, institutda qəbul olunmuşdu. Amma imtahan verib qəbul olunmağını bizdən gizlətmişdi. Getmək istəmədi oxumağa. Dedi, əskərliyə gedəcəm. Elə bil can atırdı da əskərliyə getməkdən ötürü. Yəni, sonra əskərliyə gedəndən sonra, elə bil 2-3 gün keçəndən sonra zəng elədi. Biraz kədərli formada dedi ki, mama, pəs məni qaytarmaq istəyirlər də, tərxis eləmək istəyirlər. Ayağının altı düz olduğuna görə onu təzədən tərxis eləmək istəmişdilər. Yəni, amma razılaşmamışdı. Hə, dedim, eybi yoxdur, elgirlər, qayıt gəl də. 2-3 gün keçəndən sonra təzədən zəng elədi, dedim, niyə qayıtmırsa? Dedi, bu boyda yolu gəlmişəm, mən təzədən qayıtası deyiləm ki. Yəni, sonra şəhid olandan sonra, yoldaşları gələndən sonra bildim ki, özü təzədən ərzə yazıb, çölünlü yazılıb, qalıb orada. Şəhidliyi dövründə də yoldaşları ondan çox gözəl şeylər danışdılar. Dedilər, posta çıxmaq lazım olanda, çox vaxtı ailəli yoldaşlarını qoymurmuş. Elə bil, o könüllülərlə bir yerdə olub. Ailəli yoldaşlarını posta çıxmağa qoymurmuş ki, mən subayam, cavanam, mən çıxım posta. Belə oldu da, 17-si, hələ və 16-sı yaralanıb, 17-si şəhidlik oldu. Belə. Allah sizə səbir versin, anam. Onlar hər biri qəhrəmanlıq tariximizin sallanmasına qızıl hərflərlə yazılan oğullarımızdır və bəli, 2020-ci il sentyabrın 27-si Azərbaycanda vətən müharibəsi başladı Ermənistana qarşı və bu vətən müharibəsi artıq ilk gündən şəhidlərimizi verdi. Və bu ilk gündə şəhid olanlardan birincisi də elə deyərdim, birincisi Mahir
Xələfli idi. Mahir Xələfli həm də idmançı idi, həm nümunəvi bir oğlan idi. Yəni hər bir cəhətdən o uşaq nümunəvi bir uşaq idi, düzdür. Sağkən mən onu tanımırdım, amma sonradan onun haqqında o qədər gözəl bir fikirlər eşitdim. O 18 yaşında şəhadətə ucaldı. Sanki bir 60-70 il ömür sürmüşdü. Bax, yəni bu cür müdrik bir oğul idi. Buyur Şəlalə ana, xoş gəlmisiniz. Mahir haqqında xatirələrinizdən danışın. Anam, kövrəlməyin. Onlar hər biri bizim övladlarımızdır. Hər biri bizim balalarımızdır. O təkcə sizin yox, bütün Azərbaycanın balasıdır. Buyurun. Sağ olun Yeganə xanım. Sizə təşəkkür edirəm ki, gün bizi bura dəvət eləmişsiniz. Bizi həmişə nəzarətdə saxlamısınız. Çox sağ olun, sizə minnətdarım. Buyurun, Mən borcumuzdur. Xələfli Mahirin anasıyam, şəhid Xələfli Mahirin. Mikrofona danışın. Sumqayıtın ilk şəhid olubdu. Mahir 3 ayın əskəri oldu. İyunun 10-u əskər getdi o. Birinci Gəncədə oldu, 777-ci. Hə, Ensaylı hərbi hissə. Ensaylı hərbi hissədə olubdu. Sonra Persiyaqasından sonra onu göndərdilər Daşkəsənə. Aha. 191-ci Ensaylı hərbi hissəyə, bəli, bəli. Qoşbulaq kəndinə. Aha. Orada müharibə başladı, 44 müharibəsi başladı. 13 gün idi getmişdi ora Mahir. Artıq 3 ayın əskəri 3 idi ayın Mahir. əskəri idi. Aha. Aha. O idmançı idi, kimboks üzrə idmançı idi. Və dəfələrlə çempionatda birinci, ikinci, üçüncü yerə. Fərmanları. Bəli, bəli. Cənab Prezidentimiz İlham Əliyevin, Leyla xanımın, birinci xanım Leyla Əliyevanın İmzası ilə, onun iştirakı ilə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş, döyüş olmuşdu. Aha. Mahir orada döyüşmüşdü. Və neçənci yerə? Birinci yerin qalib olmuşdu. Yadıma düşüyor. Birinci yeri qalib gəlmişdi. Və Ulu Öndərimiz Heydər Əliyevin medalını da verdilər Mahirə. O həmişə fəal uşaq olur, özünə hörmət qazanan olur. Yaşına baxmayaraq, çox yaşından qabağa böyümüşdü o. Bəli. Hər işin öhdəsindən gəlirdi. Anaya, ataya bağlı uşaq idi. Onun idman yoldaşları, ondan sonra müəllimləri, federasiyanın prezidenti, idmanın, Bakıdan dünya çempionları gəlmişdi Mahirin hüzuruna, məclisinə. Hamısı ağız dolusu danışırdı ondan. Deyirdi ki, çox mərfətli uşaq. Necə deyim, elə bil ki, yaşından çox böyük danışırdı. Bizə onunla danışanda deyir, elə bilirdi ki, bir 35, bir 37 yaşında, 40 yaşında bir oğlanla danışırıq. Bax, belə ağır yana oğlan idi, sözün deyən idi. Müəllimlər yanında hörməti, sinifdə hörməti. Həm deyirdi ki, həmişə Qubadlını özüm alacam. Atası Qarabağlıdır. Deyirdi həmişə Qubadlını ana özüm alacam. Həqiqətən də dediyini etdi. Həqiqətən də dediyin elədi. Etdi, bəli, bəli. Dediyini etdi. Onun yoldaşları, idman yoldaşları deyir, otururduq, danışırdıq, söhbətləşirdik. Deyir, həmişə deyirdi ki, görəsən neçə dənə düşmən öldürərəm ki, mən milli qəhrəman olum. Bu həmişə vətənpərvər, belə vətəni sevən, torpağı sevən uşaq olubdu. Mahir elə bil ki, qardaşı həmişə deyirdi ki, Mahir mənim sağ əlim idi. Elə bil Mahir mənim sağ qolumu qırdı, deyir, apardı özü ilə. Mahir çox, necə deyim, qonşu, qohum-əqrəbə, tanış, dostları 2 il, 3 il bizdən əl çəkmədilər. Onlar Mahirin qapısına gəlirdilər, gedirdilər, deyirdi xala, Mahirin neyin buradan alır. Dostları deyir, həmişə yığılırıq indi deyir. Mahirin yeri görsənir deyir, xala deyir. Mahirin yerini deyir, heç kim vermir deyir. Dürüst uşağı idi deyir. Sözün deyər. Ondan sonra bacardığı qədər deyir, əl tuturdu. Məsələn, imkanı olmayanlara əl tuturdu, bacardığı qədər. Müqəddəs şəhidlərimizi xatırlamaq hər birimizin borcudur. Amma atalardan bir misal var Adil müəllim. Bunu deyim, sonra musiqi fasiləmizə çıxacağıq. Deyir, bir ölərik, min dirilərik. Bax, bugün Baxışovlar ailəsində, Xələfovlar ailəsində artıq 2 onların şəhidlərinin adını daşıyan nəvələr böyüyür.
Nə xoş bizə. Mahirin adını daşıyan da şəhid var və Sadiqin adını da daşıyan, Mahirin adını daşıyan bir nəvə var və Sadiqin adını da daşıyan bir nəvə var. Allah canlarını sağ eləsin. İnanıram ki, o övladlar bizim vətən oğullarımızın adını hər zaman uca tutacaq və onların adına layiq bir vətəndaş olacaqdır. Bəli, yenidən efirdəyik. Best FM radiosunu dinləyirsiniz və eşidirsiniz. Bir daha hər vaxtınız xeyir olsun. SMS-lərimiz var. Aygün xanım, Tacəddinin anası Nurüzlü Aygün xanım yazır. Radyomuzu sevərək dinləyirik. Şəlalə xanımı dəyərli xanımdır, balasını da yetərincə tanıdır. Gözəl yaşatmağı bacarır. Çox sağ olun Aygün ana, əllərinizdən öpürük. Çox xoş oldu sizi eşitmək. Və ana yazır ki, Xuraman ananı da salamlayıram. Allah şəhidlərimizə rəhmət eləsin. Bəli, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bizim qəhrəman oğullarımızın yeri daima cənnətdir. Və şəhid anası, yəni Nicatımızın anası Əfsanə xanım bizi salamlayır. Aqil müəllim sizi salamlayır. Çox sağ olun əziz anamız. Biz də sizi salamlayırıq, əllərinizdən öpürük. Yenə Tacəddinin anası yazır. Salamlayıram sizi Aqil müəllim, Yeganə xanım. Çox sağ olun. Yazır ki, nə yaxşı ki, hər zaman bizim yanımızdasınız. Buna görə bizə təşəkkür edir. Ana, biz sizə təşəkkür edirik. Əllərinizdən öpürük. Yaxşı ki, elə biz sizin yanınızdayıq. Nə xoş ki bizə, siz bunu qəbul edirsiniz və hər zaman da bizə öz övladınız kimi, bacınız kimi, qardaşınız kimi baxırsınız. Adil Fətəliyev yazır. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Əskər anası yazır. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Bəli, qəhrəman oğullarımızın yeri daima cənnətdir və onlar hər biri bizim qəhrəmanlıq salnaməmizi yazan oğullarımızdır. Biz buna görə siz analara borcluyuq. Deyəsən Şəlalə ana hazırlaşıb şeir demək istəyir. Mahirə həsr olunmuş şeir var və buyurun Şəlalə ana sizi eşidirik. Zəhmət olmasa Aqil müəllim bir fon verərdiniz oradan, zəhmət olmasa bir qəşəng bir lirik fon. Sağ olun Yeganə xanım, minnətdarım. Eşidək. Bir dəqiqə səbirli olun anam, lirik bir fonumuz olsun. Buyurun anam, fotoğrafı. Torpağın uğrunda canını verən, ruhu Qubadlıda dolaşan şəhid. Güllələr önündə məğrur dayanıb, özü öz qanına bulaşan şəhid. Könlündən vətənə sevgisi vardı, dünya Qubadlısız Mahirə qaldı, dardı. Bu həsrət gənc yaşlar qəlbini sardı, ocaqsız, alovsuz alışan şəhid. Qolu qüvvəli idi igidimizin, qatlardı yarışda rəqibin dizin. Cəbhəyə getmək üçün istədi izin, qisas həsrəti ilə yol aşan şəhid. Vətənlə döyüşlər başlayan zaman, gözünlə bir ümid düzərdi yaman. Dedi ki, verməyək düşmənə aman, zəfərə inamla qoşulaq şəhid. Gəldi vətəninə borcun verməyə, getdi Qubadlıda kəndin görməyə. Getdi ki, bayrağı uzatsın göyə, düşmən gülləsinə tuş olan şəhid. Mərdliyi dillərdə dastan olubdu, zəfərə adıyla cığır salıbdı. Neçə kənd şəhəri geri alıbdı, igidlər yanında baş olan şəhid. Ötsə də fəsillər, aylar bilirəm, qurulmaz bulaqlar, çaylar bilirəm. Bitəcək sistəmlər, vaylar bilirəm, əbədi zirvəyə
ucalan şəhid. Sağ olun anam, ürəyinizə sağlıq. Anam həyəcanlıdır, təbirdir bu. Çox sağ olun, ürəyinizə, könlünüzə sağlıq. Xurama xanım dedi ki, mən uzaq yol gəlmişəm, bilsəydim bir neçə şeir də mən gətirdim və deyəsən siz hətta özünüz də şeir yazırsınız. İndi əgər yəni könlünüzdən keçirsə, buyurun sizi eşidə. İnşallah növbəti efirlərimizin birində digər şeirlərimizlə gələrsiniz. Hər ikinizə eyni sualım olacaqdır. Bizim qəhrəman şəhidlərimizi, müqəddəs şəhidlərimizi digərlərindən fərqləndirən cəhətlər nə idi? Bir ana övlad gözü ilə baxaq da bunlara. Yəni bunların digərlərindən fərqləndirən cəhətləri nə idi? Fərqləndirən cəhət belədir ki, biz analar hamımız bir yerə yığışanda söhbət edirik, hər öz uşağından danışır. Bəli. Biz fikir verib görürük ki, o ana danışanda mən elə bilirəm ki, öz uşağımdan danışır. Elə bil ki, bunların xasiyyətləri, ürəkləri, elə bil ki, bu şəhidlərin eyni olub. Məsəl üçün, mən uşağımdan deyirəm ki, qohum canlı, ailə canlı, ağıllı, kamallı uşaq idi, anaya qarşı, ataya qarşı. Görürəm, yanımdakı ana da deyir ki, məsəl üçün, evində 2 oğul varsa, deyir ki, fərqlidir. O biri oğul başqadır, bu oğul tamam başqadır. Biz indi burada görürük ki, şəhidlər elə bil əzəldən seçilib bunlar. Əlbəttə, seçilmişlər idi. Bəli. Xasiyyətləri eynidir. Bunlar torpağa bağlı uşaqlar olub hamı. Mən evladım elə bildi ki, getməmişdən qabaq, indi ana dedi ki, o əzəldən deyirdi ki, gedib Qarabağ alacağıq. O da o Sadiq da sizi deyirdi. Oturub süfrədə çörək yeyirlər dostuna, televizora belə baxa-baxa Qarabağı göstərirdilər. Onda söhbət elədi ki, hələ göstərirdilər, dedi ki, bunlar ala bilmədi Qarabağı dedi. Gedib biz alarıq Qarabağı. Bax, indi ana danışanda mənim yadıma o düşür ki, bunlar görürsən ki, eyni ilə, elə bil ki, eyni ilə bunlar seçilib. Eyni ilə bunlar ürəyində. Hətta elə bir evdə böyüyüblər, elə bir anadan, bir atadan doğulublar. Bəli, çünki onlar hər biri seçilmişlər idi, amma onu siz onlar sağkən hiss etməmisiniz. Artıq şəhadətə ucalandan sonra hiss edirsiniz. Eyni ilə. Bəli. Deyirəm, analar yığışanda bir yerdə 15-20 ana olur. Hamı söhbət eləyəndə görür ki, hələ bir eyni uşaqdan danışırlar. Xasiyyətlər eynidir. Məsəl üçün, bir evdə 3 oğul varsa, ana deyir ki, o 2 oğul tamam fərqlidir. Bu bir oğul tamam fərqli olub. Anam, buyurun, sizi eşidək. Mahirin fərqli cəhətlərini bəyək saydınız. Mahirin fərqli cəhəti oldu. Anaya ataya bağlı uşaq idi. Hörmətçil uşaq idi. Ailəsinə hörmət eləyən. Mikrofona danışın, ana. Ailəsinə hörmət eləyən uşaq idi. Özü o mənə çox bağlı idi. Biz ana-bala olsaq da, həm də dost idik. Sirrin sözün sizə deyirdi. Sirrin mənə deyirdi. Özü də onun bir istədiyi qız da var idi. Demişdi, ana, Allah qoysa gedim gəlim. Elçiliyimi eləyərsən. Sirf də dedi ki, ana, elçiliyimi istəyirsən elə, sonra gedim. Dedim, yox, anan qurban. Get, gəl, sonra. Sonra bir həftə keçdi, gəldi, çörək yeyirdi. Dedi, ana, bura gəl, sənə söz deyəcəm. Dedim, nədir, ana qurban? Dedi, düz deyirsən, ana, deyir. Qoy gedim, gəlim, sonra. Həyatın işini bilmək olmaz, dedi. Elə bir uşağın ürəyinə danmışdı nəsə. Bəs siz o qızı tanıyırdınız? Tanıyırdım. Elə bir ki, necə tanıyırdınız? Uzaqdan ötəri belə göstərir. Deyəsən Mahir ona bir hədiyyə də vermişdi. Hədiyyə də vermişdi. Mən onu eşitmişəm o tarixini. Hədiyyə də vermişdi. Sonra necə oldu hədiyyə? Sonra onu elə bir ki, gətirdi, qoydu Mahirin qəbrinin üstünə. Onu mənə gəldilər, analar danışdılar. Nə idi o hədiyyə anam? Üzüyü almışdı ona. Üzüyü almışdı. Və sonra üzüyü gətirib üzüyü taxmışdılar öz aralarında. Öz aralarında. Sonra mənə çatdı ki, məclisdə gəlir danışırdılar, Mahirin üstünə gedirdilər, qohum əqrəbələr tanış-biliş, o qədər adam gedib gəlirdi. Tanıyan, tanımayan, əlbəttə ki, onlar bizim qəhrəmanlarımızdır. Gəlirdilər Mahirin məclisində mənə çatdırırdılar ki, qız orada dəhşət ağlayır deyir, dəhşət deyir, Mahir, biz belə danışmışdıq, deyir, belə söz vermişdir mənə deyir. Bəs o üzük hanı ana, indi sizdədir, sizdədir. Bu sadəyə də bax, saxlayıram o üzüyü mən. Bu çətin bir dərddir, həqiqətən. Yəni elə bir ki, balalarımızın arzuları ürəyində getdi. O qədər arzuları var idi. Yarımçıq qaldı. Nakam getdi bizim balalarımız. O qədər arzuları var idi. O qədər deyirdim, amma gəlib belə eləyəcəm, danışırdı. Amma arzularını da özündən apardı.
Xurama xanım, deməli Şəlalə ana danışarkən siz dediniz ki, eynən mənim oğlumda, sizin oğlunuzun da deyəsən istədiyi bir qız var idi. İstədiyi yox idi. Aha. Elə bil ki, mən ona demişdim ki, sən əskər gedincə nişanlayacağam səni. Aha. Hətta belə deyək də anaların bir gözaltısı olur da. Yox, fikrim də var idi. Aha, Həqiqi də fikrim var idi ki, deyirdim əskər gedincə nişanlayacağam. Belə oldu ki, sonra bəzi söhbətlər oldu. Sonra fikirləşdim ki, gərək deyil də. O gedər gələr Allah O özü də istəmədi. Hə, gedər gələr, sonra ondan sonra nişanlanar da. Qəhrəman şəhidlərimiz. Ana danışdıqca görürəm ki, bu xassətləri eynidir. Bəli. Onlar hamısı elə bil ki, sanki bir anadan, bir atadan doğulublar. Bax, yığılırıq məclisdə, məsələn, danışırıq. Elə bil ki, bir ana gətirib dünyaya o bütün şəhidləri. Baxırsa, eyni xüsusiyyət, eyni hərəkət, eyni danışıq, eyni arzular. Baxırsan ki, bütün şəhidlərin elə bil ki, bir anadan olublar. Fikirləri eyni gəlir, nətər deyir, arzuları baxırsan, ana danışır belə deyir, elə bil ki, mənim uşağımdan Ana danışır. deyir ki, dost idi. Hə. Mən də oğlumla Dost idiniz. O mənə heç vaxt Bir qız, bir oğlan böyüyüb Bəli. sizdə. Mənə heç vaxt adımla müraciət eləməzdi. O mənə həmişə Xora xanım deyərdi. Nə gözəl. Xora xanım deyərdi. O mənə heç Bəli. ana deməzdi. Xora xanım deyərdi həmişə. Həmişə bu kinolarda, Şabanlı kinolarına çox baxırdı. Deyir, orada Şaban deyir, ana səni saraylarda yaşadacağam. O da həmişə mənə zarafat elə deyər. O da deyir. Allah sizə səbir versin analar. Allah sizə kömək olsun. Aqil müəllim, Allah sizdən də razı olsun. Bax, bu şəraiti bizim analarımıza yaratdınız. Bizə yaradırsınız ki, biz qəhrəman oğullarımızı tanıdaq, qəhrəman şəhidlərimizi tanıdaq. Bu efirimiz vasitəsilə və böyüməkdə olan nəsil də bizim qəhrəman şəhidlərimizi tanıyır. Digər rayonlar da bizi izləyir və müxtəlif şəhərlərdən, hətta xarici dövlətlərdən də bizi izləyənlər var və onlar hər biri bizim qəhrəmanlarımızı tanıyırlar. İndi isə musiqi fasiləsinə ayrılırıq. Musiqi fasiləsindən sonra sizin hər ikinizə eyni sualım olacaq. Son danışığınız necə oldu? Həm Mahirlə, həm də ki, Sadiqlə. Yaralanmışdım sen düşmən gülləsindən. Bu dəfə yan keçmədi namərd gülləsi səndən. Bir gün yaralanmışdım sen düşmən gülləsindən. Bu dəfə yan keçmədi namərd gülləsi səndən. Həyatdan nakam köçdü, heç doymadın körpəndən. Həyatdan nakam köçdüm, heç doymadın körpəndən. Məkanın cənnət olsun, adın qürur yerimiz. Haqqını halal eylə, nur üzlü şəhid Pərviz. Məkanın cənnət olsun, adın qürur yerimiz. Haqqını halal eylə, nur üzlü şəhid Pərviz. Adını anacaqlar, nə qədər canda can var. Səninlə fəxr eyləyir bu ellər, bu obalar. Adını anacaqlar, nə qədər canda can var. Səninlə fəxr eyləyir bu ellər, bu obalar. Hələ ata gözləyən nə qədər balalar var.
qədər balalar var. Məkanın cənnət olsun, adın qürur yerimiz, haqqını halal eylə, nur üzlü şəhid Pərviz. Məkanın cənnət olsun, adın qürur yerimiz, haqqını halal eylə, nur üzlü şəhid Pərviz. İşin şücaətinlə zirvələrə ucaldı, hünər mərdli göstərib düşmənlərdən öcaldı. İşin şücaətinlə zirvələrə ucaldı, hünər mərdli göstərib düşmənlərdən öcaldı. Sinəsi bala dağlı, ana nə tez qocaldı. Sinəsi bana dağlı, ana nə tez qocaldı. Məkanın cənnət olsun, adın qürur yerimiz, haqqını halal eylə, nur üzlü şəhid Pərviz. Məkanın cənnət olsun, adın qürur yerimiz, haqqını halal eylə, nur üzlü şəhid Pərviz. Məkanın cənnət olsun, adın qürur yerimiz, haqqını halal eylə, nur üzlü şəhid Pərviz. Bəli, Best FM radiosundayıq. Best FM radiosunu dinləyirsiniz və eşitirsiniz. Bizim qəhrəman şəhidlərimizin anaları bugün bizim qonağımızdır. Xuraman ana və Şəlalə ana. Hər birinizin əllərinizdən öpürəm bir ana kimi. Hər birinizin qarşısında baş əyirəm. Hər zaman demişəm ki, nə qədər ki ömrüm var, nə qədər ki canımda can var, qələmimlə, sözümlə daima şəhidlərimizi, qəhrəman oğullarımızı tanıdacağam və bu mənim peşə missiyamdır. Ana, buyurun, verilişdən, yəni musiqi fasiləmizdən öncə sizə bir sual vermişdik. Son danışığınız Sadiqlə nə vaxt, nə zaman oldu və nə danışdınız? Artıq efirimizin sonudur. Yəni, buyurun, eşitirik sizi. Sadiqlə elə bil ki, oktyabrın 15-i danışığımız oldu, axırıncı Müharibə gedirdi artıq o ərəfələrdə. Artıq müharibə gedirdi, amma o mənə müharibədə olmağını demirdi. Deyirdi ki, biz qıraqdayıq, biz elə bil ehtiyatlıyıq, bizi müharibəyə aparmırlar. Amma yalan deyirmiş. Demək, neçə cəbhə bölgəsində iştirak eləyirmiş o vaxta kimi. 15 elə bil mən işdən gəlirdim, saat 5-6 radələri olardı, zəng elədi. Bizi gətirən sürücüyə dedim ki, maşınların səsindən eşidə bilmirəm, qıraqda saxlayayım, danışmışağına. Saxladım, yolun qırağında danışdıq. Dedi ki, pəs mama, haqqı mənə halal elə. Papanı sənə amanət eləyirəm. Biz zəfərlə dönəcəyik. Mən onda bildim ki, o müharibədədir. Amma o günə kimi mən onun müharibədə olduğunu bilmirdim. Elə bilirdim ki, doğrudan deyir ki, qıraqdadılar onlar. Ad gününə də az qalmışdı. Elə bil dekabrın 2-si onun ad günüdür. Dedim ki, dekabrın 2-sinə sənə yaxşı pul göndərərəm dedim. Orada yaxşı uşaqlarla yeyib içərsiz. Dedi, ay mama, bəlkə o çağacan müharibə qutarır, bizi elə təxris eləyirlər evə. Yaşımacan bəlkə evə gəldim, evdə keçirtdim. Axırıncı danışığımız belə oldu. Atası mənə amanət elədi, bir də zəfərlə dönəcəyik dedi. Elə doğrudan da zəfərlə döndü həm öz və ad gününə atasın gəldi, sizi amanət elədi, həm ad öz gündə ad də gününə gəldi. evə gəldi, Bəli. atasını da mənə amanət elədi, zəfərlə də döndü. Allah cəmi şəhidlərimizə rəhmət Amin. eləsin. Allah sizə səbir versin, anam. Allah səbrinizi bol eləsin. Son olaraq mən də sizə öz təşəkkürümü bildirirəm ki, sizin kimi oğulların, qızların sayəsində
Bizim evladlarımız unudulmur, yaşadılar. Biz bu dünyada olmasa da bilirik ki bizim uşaqlarımızı yaşadanlar olacaq. Biz analara ancaq təskinlik budur ki, uşaqlarımız yaşayır, yaşadırlar. Sağ olun bu. Siz sağ verilişə olun görə anam, də- siz sağ olun. Əllərinizdən öpürük. Sağ olun, Allah razı olsun O sizlərə ağ ki, saçlarınızdan dəvət öpürük. eləmisiniz. Bizim kimi anaları, burada evladlarımızı tanıtırsınız. Sağ olun. Siz sağ olun anam. Buyurun Şəlalə xanım, mikrofona zəhmət olmasa. Mahir də elə bir ki, sentyabrın 18-i zəng elədi mənə, görüntü zəng elədi. Yosif də zəng elədi. Dedi ki, ana deyən, bir 5 dəqiqə deyən görüntü danışacağım sənə. Düzü inanmadım da. Dedim ki, yəqin elə belə mənlə zarafatlaşır. Gördüm, elə belə telefonda görüntü zəng eləyəndə Mahiri nətər gördümsə, elə bir ki, bir 2 dəqiqə belə dayandım, baxdım Mahirə. Mahir dedi, Böyümüşdü, hə? hə, elə bir dəyişilmişdi. 3 ayın içində elə dəyişilmişdi. Belə ahıllaşmışdı. Hı -hı. Bax, deyim, amma sən nə olub sənə? Sən niyə baxırsan elə mənə? Dedim, anan sənə qurban, 3 ayda üzüyü görmürəm. Darıxmışam sənə üçün. Özdə Mahir pandemiyaya düşmüşdü. Pis vaxtda Yəni düşmüşdü. gedib gələ bilmirdiniz yanına, Mən əsgər Respublikasına anam. gedib gələ bildi. Öz saçlarında elə 1 saat elə bir ki, and içmə eləyiblər və salam. Respublikası. Hə. Hə. Dedim, amma bizə tapşırıblar ki, valideynlərə deyib gəlməsinlər. Uzaq yol qət eləyirlər. Qonşu yoludur. Gəlməyin ha. Birdən gələrsiniz. Hə, görüntü 18-i danışdı mənə. Dedi, ata qaqaşanı. Dedim, ata qaqaş işlədilər. Dedi, nə pis oldu. Elə istəyərdim onları da görüm, danışım. Hə, elə biraz danışdıq. Qayıdıb mənə dedi ki, mama, evimizi göstər də telefonla. Can, can. Elə bil vidalaşırdı. Telefonu Amma hiss eləmədi sən onun Yox, vidalaşmağını. yenə də heç nə hiss eləmirəm. Özdəki o elə mərd uşağı idi ki, əskəriyə gedəndə də gülə-gülə getdi. Oynaya getdi əskəriyə gedəndə də. Elə bir ki, arada bir gəzməyə gedir. Can, can. Evləri göstərəndən sonra dedim, amma sənə qurban olum. Bax, darıxma ha, bir də gördün, gəldim. Dedim, Mahir, sənə anan qurban, ay Mahir, elə darıxmışam səndən örtəri. Özə Mahir pandemiyaya düşdü, pis vaxta düşdü, nə çölə çıxa bilirdi, nə. Heç nə də, heç, elə bir ki, qolumuz bağlanmışdı da. Vay, vay. Pis vaxta düşdü Mahir. Nə gedə bildik yanına, nə gələ bildik. Və 9 gündən sonra 9 günə, özü 25 gəldi. atası ilə danışdı. aha. Dedi, ata, narahat olma, hər şey yaxşıdır, hər şey gözəldir, Çavuşla da gözəl əlaqəm var. Hə. Öyle belə danışdı, 25 atasından danışdı, 27-si də şəhidlik xəbəri gəldi. Allah şəhidlərimizin məqamını uca eləsin. Qəhrəman şəhidlərimiz ölmürlər. Onlar tarixdə yaşayan əbədi qəhrəmanlardır. Siz də çox sağ olun ki, bizi izlədiniz. Best FM-də bizlə qalın. Bura çox maraqlıdır və hər həftənin çərşənbə günü saat 13:00-da tariximizin imzası efirdədir və tariximizin imzası olaraq daima imzası olan şəhid qəhrəmanlarımızı, qazi oğullarımızı, vətən müharibəsi iştirakçılarımızı tanıdacağıq. Sağ olun, salamat qalın. Sağ olun, çox sağ olun siz də bizi dəvət elədiniz, bizim uşaqlar.